Bayram süfrənizə yaraşacaq, çox gözəl görünümlü, eyni zamanda dadlı salat ilə bölüşmək istəyirəm. Kartof, kök, yumurta bunları qaynatmışam. Daha sonra isə qabıqlarından soyuram. Soyuduqdan sonra hər birini xırda-xırda doğrayacağam. Burada isə qozu ayıtladım. Təxminən 1 stəkan təmizlənmiş qozum var. İstərsəniz qozu qovura da bilərsiniz, qovurmaya da bilərsiniz. Bu sizin damaq dadınıza uyğun olaraq dəyişə bilər. Qozu doğradıqdan sonra elə doğramaq lazımdır ki, salatın içərisində qozun olduğu hiss olun. Daha sonra kub-kub kartofları doğrayıram, kökü doğrayıram və yumurtanı doğrayıram. Mən yumurtanın ağ hissəsini doğrayıram, sarı hissəsini çalışdığım qədər salata vurmuram. Çünki biz onun o dadını sevmirik. Qaynadılmış toyuq filesini isə didirəm. Siz də bilmirsinizsə, həm doğraya bilərsiniz, həm də blenderdən keçirdə bilərsiniz. Üzərinə yaşıl noxud, istiot və mayonez əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Axşamdan bu cür yuxalar hazırlamışam. Böyük yuxa 4 bucaq yuxadır. Yuxanı yumru bir qabın içərisinə qoydum. O görünüşü aldı. Balaca yuxaları isə yumru-yumru kəsdim və balaca keks qəlblərində gözlətdim. Yəni bəzi reseptlərdə bunun qızardığını görə bilərsiniz. Ancaq düşünürəm ki, o çox yağlı olur. Belə daha yaxşıdır. Böyük yuxada verdiyim salatın qıraq hissələrini şüyütlə bəzəmişəm. Balacaları isə porsiyon şəklində qoydum. İstədiyiniz cür servis edə bilərsiniz. Həqiqətən çox gözəl görüntüsü var. Dadı da eyni zamanda çox dadlıdır. Siz də hazırlayın. Əminəm yeni süfrənizə çox gözəl yaraşacaq. Yeni bir rəng qatacaq. Əgər bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. İnşallah ki, yeni videolarda görüşənədək yeni il ərəfəsində çoxlu yeni il üçün hazırlanan reseptlər kanalda paylaşacağam. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.